قل إن هدى الله هو الهدى. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين. أما بعد. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Möhtərəm müsəlmanlar, Allahın izni ilə bu günlərim yenə əvvəlki məsələmizin davamını ikinci hissə olaraq bildirəcəyik. O məsələ haqqında danışacağıq. O məsələ ki, icmanın hüccət olması, bunun haqqında gələn dəlillər və bunu inkar edənlərə qarşı cavab videosu. Bu ikinci hissədir. Allahın izni ilə bu gün də onun barəsində səhih və məşhur, məruf dəlillərlə zikr edib danışacağıq. İlk olaraq Allah Rasulü sallallahu aleyhi və alə alihi və səlləmin hədisi ilə başlamaq istəyirəm. Necə ki, əvvəlki videomuzda da Qur'an-ı Kərimdən Ən-Nisa surəsinin 115-ci ayəsinə və İmam Şafiinin o ayəyə verdiyi izahla başlamışdıq. Burada da Allah Rasulunun hədisi ilə başlayırıq ki, bu hədis sahihdir. Bu hədisdə belə keçir ki, İnnallaha la yecma'u ümmeti ala dalalə. Şübhəsiz ki, Allah mənim ümmətimi zəlalət üzərində toplamaz. Allah Rasulü sallallahu aleyhi və səlləm bu hədisi buyurmuşdur və hədis sahihdir. Hədis fərqli şəvahidlərlə gəlmişdir və səhihliyi sabit olmuşdur. İmam Tirmizi rəvayət etmiş və demişdir ki, hədis həsəndir. Sonra yenə İmam Əl-Hakim səhih isnadlı olaraq Əl-Mustadrakda bunu bildirmişdir. Yenə İmam Nəvəvi rahimehullah hədis səhihdir deyə Şər'u Səhih Müslimdə bildirib. Şeyx Nasiruddin Əl-Albani rahimehullah Silsilətul Əhadis Əs-Sahihədə səhih olaraq bildirmişdir. 1331 nömrəli hədisdə. Yəni Silsilətul Əhadis Əs-Sahihə nömrə 1331. Burada bunu görə bilərsiniz. Allah Qur'an-ı Kərimdə Nisa surəsi 115-ci ayədə necə ki buyurur: Bismillahirrahmanirrahim. Və men yuşaqqiqir rasulə min ba'di ma təbəyyənə lehu huda və yettəbi qayrə səbilil mu'minin nuvallihi ma təvəllə və nuslihu cəhənnəm. Kimə hidayət bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxar və möminlərin yolundan başqa bir yola üz tutarsa, o yolda, yəni o xətadır o yol. Allah o yolda o adamı tərk edər və o halda da cəhənnəmə atar. Ora necə də pis bir dönüş yeridir. Ağrılı, acılı bir dönüş yeridir. Allah Azza və Cəllə buyurur və alimlər də və yaxud da dediyimiz kimi İmam Şafii də bunu izah edərkən deyir ki, bu hədisi də gətirir Allah Rasulundan və deyir, bu hədislə birdir. Mənim ümmətim zəlalət üzərində icma etməz. İcmaya dəlildir, birliyə dəlildir, ittifaqa dəlildir. Açıq, aydın bildirilmişdir. Və yenə ikinci hədisdə Səhih Əl-Bağavi Şərh-ü Sünnədə yenə Albani də səhih deyir. Orada da bu hədis fərqli formada gəlmişdir, amma eyni məna ilə. Tirmizi Həsən səhih deyir, Fiyətəndə, Albani səhih deyir, İmam Əl-Busiri deyir, isnadı səhihdir. Səhih İbn Məcədə də qeyd olunub və Abdullah İbn Ömər radiyallahu anhudan rəvayəti, o rəvayət Əl-Bağavi Şərh-ü Sünnədə də deyir ki, səhihdir və Albani yenə səhih demişdir. Və dövrümüzün ən böyük muhaddis alimlərindən biri olan Şeyx Allamə Şüeybə Əl-Arnavut rahimehullah bu hədisin isnadına səhih demişdir. Biz bilirik ki, dövrümüzün və ya daha doğru desək öz əsrinin iki böyük muhaddis alimi var. Onlardan birincisi Şeyx Albanidir. Öz dövründə hətta mücəddid adlandırılmışdı. Ölmüş sünnəni dirildən, insanlara başa salan, tanıdan. Digəri də Şeyx Şüeyb Əl-Arnavut rahimehullah, Allah ikisinə də rəhmət etsin. Bu iki alim də bu hədisin səhih olduğunu bəyan etmişdir. Həsəndir və səhihdir. Həsən və səhihdir. Və kim bu hədislərə, bu məsələlərə zəif deyirsə, əlində tutarlı bir dəlil yoxdur və ya əlində tutduğu bir dəlil zəifdir, batildir, qəbul edilmir. Çünki açıq aydın Allah və Rasulü və sahabələr bunu bildirib. Qarşı tərəf də deyir ki, Quran və sünnə və ya tövhid və sünnə. Hanı sizin sünnəniz? Göstərin də sünnəni. Qurandan ayə gətiririk, yozursunuz nəfsimizə görə. Ən-Nisa surəsi 115-i gətiririk, 6-7 dənə ayə var. İstədiyiniz kimi yozursunuz, deyir, ona aid deyil. Biz deyirik ki, yaxşı, möminlərin yolu deyir Allah. Birləşdirir, birlikdən xəbər verir. Fərqli yerlərdə möminlərin yolu ola bilər. Deyirsiniz, yox, icmaya, ittifaqa dəlalət etmir. Sonra başlayırsınız
məzhəbləri qınayırsınız. Onlar da fərqli-fərqli yolları seçiblər. Hənəfi, Əşari, Şafi. Onlar da deyir biz haqqıq. Yəni öz-özünüz sərvinizdə ziddiyyətdəsiniz. Rasulullah sallallahu aleyhi və səlləmin hədis gətiririk, qəbul etmirsiniz. O tərəfə, bu tərəfə aparırsınız ki, yox, səhih deyil, zəifdir. Bu açıq aydın zəlalətdir, sapıqlıqdır, azmaqdır. Yəni bununla da saf, siravi insanların içərisinə, cahil insanların içərisinə bəzi şübhələri atırsınız, bəzi alimlərin fətvalarını atırsınız. Bax, filan alim belə deyib, Fəthül Bəri belə deyib. Yəni, bu gərəksiz məsələlərdir. Bu gərəksiz məsələlərdir. İnsanları belə şeylərlə şübhəyə salmayın. Bununla nə əldə edəcəyinizi başa düşmürəm. Yəni, anlamıram, nə əldə edirsiniz? Və ya nə üçün bunu edirsiniz? Və ya sizdən əvvəl belə deyən olubmu icma hüccət deyil, lazım deyil. Biz icmanın hüccətliyini qəbul edirik. Bir videoda adam belə deyir, bir videoda deyir ki, biz icmanı yox, icma edəni qəbul edirik. Acayip ifadələrdir, yəni başa düşmürsən nə deyir. Bir videosunda deyir ki, İbn Teymiyədən dəlil gətirir. İbn Teymiyyə kimdir? Deyir, sapıqdır İbn Teymiyyə. Hə, bir digər yerdə Əbu Hanifə haqqında. Yəni bunlar nəyə lazımdır? Yəni bunları ortalığa çıxarıb, olmayan şeyləri qatıb demək və ya olan şeyləri bəzəyib düzüyüb demək. Yəni bunlar sizdən əvvəl kimsəyə deyib belə bir şey. O etməyib. Böyük alimlərə baxırsan, öz dövrünün mühaddislərinə baxırsan, onlar hədis çatdıranda necə var o cür çatdırıb. Səhihdir, səhih deyib, zəifdir, zəif deyib. Yəni ey adam, sən Şeyx Albanidən güclüsən və ya daha elmlisən və ya Şüeyb Əl-Arnavutdan və ya Şeyx Muqbil və ya Şeyx Ozan və ya İbn Hüseymin. Hansından? Heç birindən. Heç birindən. Allahdan qorxun, təqvalı olun və bu cür məsələlərə yanaşanda düzgün şəkildə yanaşın. Öz nəfsinizin istəklərinə qapılmayın. İstədiyiniz formada yanaşmayın. İstəklərinizlə yanaşmayın. Baxın, kitablar oxuyursan, əlhəmdülillah. Kitablarım var. Bir aç bax da, niyə atırsan Albanini qırağa, Şüeyb Əl-Arnavutu qırağa? Deyəndə də deyir ki, yox, onlar müasirdə, sən mütəqaddimdən deməlisən. Hardadır belə üsul, hardadır? Kim yazıb, kim deyib? Bir dənə alim gətir ki, desin ki, yox, biz yalnız mütəqaddimdən gələnlərə baxmalıyıq. Müasir və mütəaxir lazım deyil. Bu söz nədir? Yəni bunu deməsən də etdiyin şey bunu göstərir. Etdiyin əməl bunu göstərir. Mütəqaddimdən deyirsən. Biz sənə Allah Rasulundan hədis gətiririk sallallahu aleyhi və səlləm. Da bundan o tərəfə nə qədim? Bunu qəbul etmirsən. Bu hüccətdir, qəbul et də. Qəbul et. Sonra Buxari və Müslimdən səhih və zəif hədisləri ayırmaq biabırçılıqdır, bu xəta deyil, biabırçılıqdır. Buxari və Müslimdən səhih, zəif çıxartmaq. Səhihlərindən danışırıq. Səhihlərindən. Buxaridə 7000-ə yaxın hədis var. 7000-ə yaxın. İndi təkrarlananlarla bərabər. Çıxsaq 2000 neçə yüz qalır. Bir dənə adam göstər ki, bunu çıxarsın, desin ki, səndən başqa zəif filandır, səhih filandır. Alimlər onları təhqiq, tərcümə, daha doğrusu tərtib etdikləri zaman, sıralamaya görə yazdıqları zaman bəzilərini çıxartıb, sonra yenidən toplayıb və bizə göstərib, bildirib. Məsələn, Şeyx Albani. Hə. Onda xəta axtarırlar. O da eynisini edin. Siz çıxartmışsınız və bu əmələ tövbə etmirsiniz. Bunun da üzərində gedirsiniz. Onda bunda da xəta axtarırsınız. Yəni, məyər sizinlə eyni fikirdə olan varmı başqa? Hansısa bir alim varmı? Sizin dediyinizi deyən bir adam varmı? Siz kimə ittiba edirsiniz? Kimə yönəlirsiniz bu məsələdə? Desən ki, Allaha yalandır. Quranda 7 dənə ayədə Nisa surəsi 115 başlamaqla. Allah bizi icmaya yönəldir. Səhabənin fəhminə yönəldir. Onlar necə anlayıb, sən də Quranı o cür anla. Onlar nə yol tutub, sən də o yolu tut ki, bəlkə qurtuluşa çatarsan deyib. Əksini elə, özündən yeni bir şeylər çıxart. Bizə Quran və sünnə yetər. Bunun əksini demək kafirlikdir, kufurdur dinən. Biz bunun əksini demirik, siz bu sözü bəzəməyin. Bu sözü bəzəməyin. Biz nə deyirik? Biz Allahın Quranda, Allah Subhanahu və Taala'nın Quranda dediyinin eynisini deyirik. Allah Quranda nə buyurur? Fəth surəsində 18-ci ayədə buyurur ki, Bismillahirrahmanirrahim. Laqad radiyallahu anil mu'minina iz yubay'unaka tahta's-şecerati fa'alima ma fi qulubihim fa'anzala's-sakinata alayhim və asabahum fethan qalib. And olsun ki, o ağacın altında sənə beyət etdikləri zaman Allah onlardan razı oldu, onların qəlblərindəkiləri bildi, onların üzərlərinə huzur yağdırdı və onlara fəth nəsib etdi və onların yolu ilə gedənlərə, onlara ittiba edənlərə. Səhabələrdən danışır da. Biz də onların icmasından danışırıq da. Biz də ona yönəlməkdən danışırıq ki, Allah da bizim əfv etsin, bağışlasın, öz başımıza nə gəldi yeni bir şeylər çıxartmayaq. Görünüşü yaxşı, altında isə qəribə
məsələlər olan şeyləri çıxartmayaq. Nə çatıb onu bildirək, onunla yetərlənək. Onlara dəvət edək. Necə ki bizdən əvvəlki dəvətçilər dəvət edib Qurana, sünnəyə, səhabənin dediklərinə, icmaya, sələfə və səhabənin sözlərində də ümumən xüsusu ayırd etmək lazımdır. Biz bunu deyəndə bizə xəta kimi gətirirlər ki, şübhə kimi. Səhabə deyib ki, Allahın hökmü ilə hökm etməyənlər kafirdir. Sən niyə təkfir etmirsən? İbnül Qeyyim rahimehullah, İbnül Qeyyim alim şeyx. O orada sahabələrin sözlərini gətirir, ayrıca bab açır, təkfir barədə. Orada çox gözəl izah edir bu məsələləri. Yəqin ki siz oxumamısınız. Oxusaz görərdiniz. Yəni bu cür cılız, klassik, bildiyimiz məsələlərlə danışmaq batildir yəni. Hə danışırsan, deyirsən ki, o icma lazımdır, qayıdıb deyirlər, hə onda Allahın dini tamamlanmayıb da. Bu cür sözlər lazım deyil, bizə də yox da. Bizə də yox da. Salmısınız zaten sıravi insanların arasına acayib fətvaları, acayib olmayan fətvaları da acayibləşdirib, yəni insanlar da sizə baxır, yəni bu nə dəvətdir? Qıraqdan bir baxanda adamın videosunu açırsan, fətvalar problemi, məzhəbçilik fitnəsi. İndi yaxşı, məzhəblər çıxıb bidətdir, uydurublar, özlərini kiməsə nisbət ediblər yalandan, onun da içində hoqqalar var, o heç qoydum kənara. Fətvalardan incilər, sələfə alimlərinin fətvaları və ya o sələfə alimlərinin fətvalarından incilər. Qoyur 2-3 dənə də fətva, Nəbəvidən, nə bilim, səhrada qalanda daş yedir, o birisi deyir, arvadımı kəsirlə. Bu nədir, nəyə lazımdır bu? Bunu deməklə nə qazanırsan? Bunu deməklə nə qazanırsınız? Mən sizə sual verirəm. Siz dəvət etdiyinizə sizdən başqa kimlər dəvət edib və ya sizdən əvvəl kimlər dəvət edib? Yox, heç kim, heç kim. 2-3 ildir TikTokda çıxıb bu məsələ, 3-4 ildir də YouTube'da. Bu batildir. Biz dövriyyədə olanda, orada bir nəfər var idi, gəlib dedi ki, Şeyx Süleyman Ruheyliyə dedi, biz bu dedi, bu icma, şər, ixtilaf, bu məsələlərə baxırıq, uzanır da məsələlər uzanır. Olmazmı Quran və sünnə ilə kifayətlənək? Şeyx dedi ki orada, şeyx dedi ki, ala mən filan hədisi deyim, o da mən filan ayə, kifayətlən bununla. Adam baxdı ki, o bir-birinə əksdir. Hədis ayəyə müxalifdir. Əslində müxalif deyil, icmasız, şərsiz, anladığı üçün belə oldu. Onda dedi ki, məni bağışlayın, dediyim səhv ola bilər, yəni tələbə edəl o. Şeyx dedi, görürsənmi, olmur, alınmır, olmaz. Yəni, bax, bu cür məsələlərə diqqət eləmək lazımdır. O boyda alimlərdən danışıram. 50-60 il dərs verən adamdan danışıram. Şeyx Süleyman Ruheylinin dediyini deyirəm. Mənim dediyim deyil bu. Və bu cür məsələlərə diqqət eləmək lazımdır. Yəni, Allah islah etsin. Allah islah etsin. Bizə nə düşər? İslahlıq diləmək, Allahdan kömək, yardım diləmək, bağışlanma diləmək və s. Bundan artıq nə deyə bilərik? Yəni, açıq aydın Rasulullahın söylədiyi hədisi dedim, aleyhissalatu vesselam, və səhih olduğunu dedim, şəvahidlərini saydım, birində 2, birində 2, birində 3, birində 1 dənə və açıq aydın alimlərin dediklərini dedim. Buyur, sən də əksini gətir, siz də əksini gətirin. Amma bu cür açıq dəlillərlə, məşhur dəlillərlə, məruf dəlillərlə, bilinən, bəlli dəlillərlə. Yoxdur, təbii ki, yoxdur. Alimlər höccət deyil və bu məsələni də gətirirlər. Biz də qəbul edirik, alimlər tək başına höccət deyil. Amma sizdən bu məsələlər haqqında danışanda başlayırsınız ki, falan alim deyib ki, icma lazım deyil. Yoxdur ya belə bir söz, məsələn. Alim höccət deyil, alimdən gətirmə, mən Rasuldan hədis gətirirəm, sən də Rasuldan hədis gətir. Rasulullah deyib ki, bir məsələdə səhabələrə yönəlməyin və salam. Onlar azğın idi. Və ya onların fikirləri özlərinə, onlar özləri öz vaqiələrinə görə yaşayırlar, siz də filan formada yaşayın. Yox deyib belə bir şey. Yəni bununla biz niyə rafizləri qınayırıq onda? Onlarla nə danışırıq? Eyni şeydir, onların çörəyinə yağ sürtmək, yaxmaq kimi bir şeydir bu. Olmaz, yəni bu batildir. Allah sizi islah etsin. Allah hidayət etsin. Yəni bu cür məsələlərdən çıxın, tövbə edin, deyin, mən tövbə etdim, döndüm. Bu yoldan döndüm. Tövbə etmək ar deyil, fəzilətdir, şərəfdir. Bu cür məsələlərdən, hətta bu kimi ağır məsələlərdən. Və Tövbə surəsində, Tövbə dediyimdə yadıma düşür, Tövbə surəsinin 100-cü ayəsində, yəni Allah Azza və Cəllə buyurur ki, Allah onlardan razıdır, onlar da Allahdan, sahabələr və onların yoluna ittiba edib, onların yolu ilə gedənlər. Vəssalam. Biz də buna dəvət edirik sizi, bacardığımız qədər. Allah bizi eşidib, faydalananlardan etsin, Allah bizləri əfv etsin. Qarşı tərəfə də Allahdan hidayət diləyirik. Bu ikinci hissə,
Gələn bölümlərdə görüşənədək. Estağfirullah və etûbü ileyh. Elhamdülillahi rabbil alamin.